Hoş gördük değerli Avtosaz tamaşaçılarım, hər birinizi salamlayıram. Yenə ikinci el avtomobil bazarından sizi salamlayıram. Bazarda nə baş verir, qiymətlərdə bir dəyişiklik varmı, alıcılıq qabiliyyətində hər hansı dinamika varmı? Bu xəbərlə bağlı ən son məlumatları nəzərinizə çatdırmaq üçün buradayam. Amma bu məlumatlara keçməzdən öncə kanalımla bağlı bir-iki məlumatları, bir-iki kəlməni sizlə bölüşmək istəyirəm. Və hər birinizə təbii ki, təşəkkür edirəm. Kanalım artıq istədiyim səviyyəyə yavaş-yavaş çatır və o gözlədiyim o nəticəni artıq əldə etməyə başlayıram. Bunun üçün mən sizlərə minnətdaram, sizlərə təşəkkür edirəm və ümidvaram ki, bundan sonra da dəstəyinizi əsirgəmərsiniz və nəticə etibarı ilə bizim kanalımız Avtosaz kanalı daha yaxşı formada populyarlıq qazanır və nəticədə təbii ki, biz bu kanal vasitəsilə sizə həm avtomobillərin qiymətləri ilə bağlı, avtomobil bazarında baş verənlərlə bağlı, həm də ümumi yol hərəkəti qaydaları ilə bağlı ekspertlərdən, mütəxəssislərdən öyrəndiyimiz o mühüm məlumatları sizlə bölüşəcəyik. Məqsədimiz təbii ki, bu kanal vasitəsilə sürücülərimizi, pilotlarımızı, avtomobil həvəskarlarımızı maarifləndirmək və məlumatlarla vaxtaşırı tanış etmək, təbii ki, yeni məlumatlarla vaxtaşırı tanış etməkdir. Kanalımı bəyənin, abunə olmayanlar varsa, yenə də abunə olun, şərh bölməsində şərh yazmağı da unutmayın ki, sizin fikirləriniz, sizin suallarınız bizim üçün çox dəyərlidir və təbii ki, biz sizin bu yazdığınız fikirlərdən, şərh bölməsində qeyd etdiyiniz məsələlərdən ilhamlanırıq və nəticədə nə istəyirsinizsə onu çəkməyə, onu sizə təqdim etməyə çalışacağıq. Daha bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bundan sonra Avtosaz kanalı olaraq, mən Gündüz Vaqifoğlu olaraq sizin qarşınızda hər gün eyni saatda yeni məlumatlarla, yeni videolarla olmağa çalışacağım, yeni videoları paylaşmağa çalışacağım. Hər gün günün ikinci yarısı qış aylarında, payız qış aylarında əsasən 18-dən 20-yə qədər yeni videolar paylaşacağım. Yayda da isə qismət olsa inşallah saat 18-dən İnşallah 22-yə, 23-ə qədər biz yeni videoları paylaşacağıq. Təbii ki, hər gün yeni videolarla, yeni məlumatlarla qarşınıza gələcəyik. Bəli, indi isə keçək avtomobil bazarına.